Ulusal Kanal ekranlarından hoş gördük sizleri değerli izleyiciler. Ben Arzu Aliyeva. İki devlet, tek millet şuarı ile Dostluk Kervanı başlıyor. Efendim bugün Dostluk Kervanı programımıza Ziyafet Yaqubovanın Qoyma Məni Tənha Qalım eseriyle başlayacağız. Sözleri Baba Veziroğlu, musiqisi Sədaqət Arif kızı. Ziyafet Yaqubova Qoyma Məni Tənha Qalım diyecek efendim. Kövreylədi köhnə yaram, qoyma məni tənha qalam. Xəzan əsmiş çəmən zarım, qoyma məni tənha qalam. Kövreylədi köhnə yaram, çəmən zaram, qoyma məni tənha qalam. Dünya düşər gözlərimdən, qəm süzülər sözlərimdən. Ay sevgilim, tut əlimdən, qoyma məni tənha qalam. Dünya düşər gözlərimdən, qəm süzülər sözlərimdən. Ay sevgilim, tut əlimdən, qoyma məni tənha qalam. Dərdim dərdə qatar, gəl kədərdən qopar, bu dünyadan apar məni. Dərdim dərdə qatar, gəl kədərdən qopar, bu dünyadan apar məni. Elim kolum söze bakmaz, kırık sözler ipe yatmaz. Çıkmış canım söz oyatmaz, koyma beni tenha qalam. Elim kolum söze bakmaz, kırık sözler sapa yatmaz. Ah çıkmış can söz oyatmaz, koyma beni tenha qalam. Dünya düşer gözlerimden, qəm süzülər sözlərimdən. Ay sevgilim, tut əlimdən, qoyma məni tənha qalam. Dünya düşər gözlərimdən, qəm süzülər sözlərimdən. Ay sevgilim, tut əlimdən, qoyma məni tənha qalam. Dərdim dərd
kederden kopar, bu dünyadan apar beni, bu dünyadan apar beni. Ziyafet Hanım'a teşekkür ediyoruz ve devam ediyoruz efendim. Piyano dinlenende insan susar. Parmaklar danışar, hatireler oyanar. Her notada bir ömür, her sükutta bir dua var. Bugün Dostluk Kervanı'nda notalarıyla sınırları aşan, piyanosuyla duygulara tercüman olan çok özel bir konuğumuz var. Onun müziğinde sadece teknik ustalık değil, kültür ve derin bir ruh var. Bazen sözler kifayet etmir. Bazen insan içinde kalanları yalnız musiki danışabilir. Kalbi piyano ile değinen, sanatıyla insanları birleştiren, Azerbaycan medeniyetinin değerli siması, hürmetli Cavid Abidov bizimledir. Hocam hoş geldiniz. Hoş gördük. Nasılsınız? Çok sağ olun, yaxşıyam. Bu cür təqdimatdan sonra lap əla. Sağ olun hocam. Hocam, Cavid Abidov'u tanıyabilir miyiz? Tabii ki biz sizi çok güzel tanıyoruz Tabii, ama tabii. istiyoruz ki izleyicilerimiz de sizi tanısınlar. Hayat hikayenizi kısa bir şekilde önce anlatırsanız çok sevinirim. Sonra kısa kısa hepsine dokunacağız. Buyurun. Mən ümumiyyətlə düşünürəm ki, bizim indi bu inşallah gələcək söhbətlərimizdən mənim Hı hı. kısa şəkildə də olsa, bəlkə də təbii ki, ətraflı mümkün deyil, amma insanlar kimin danışdığını biləcəklər, yəni ən azından tanıyacaqlar. Yəni azdan çoxdan Hı hı. yəni bu qədər. Hocam, Düşünürəm suallar əsasında tamam. sizin Ama şimdi hocam Cavid Abidov kimdir? Nerede doğdunuz? Nerede okudunuz? Bunları kısa bir şekilde. Mən Bakı şəhərində Aha. doğuldum. 63-cü il, 1963-cü ildə. Demək, Yasamal rayonunda. Çok güzel. Orada demək Rus məktəbi, o Sovet vaxtı idi də bilirsiniz Aha, də. Rus evet. məktəbinə getdim. Qoydular mənim valideynlərim, 10 il orada oxudum. Və sonra Politexnik, texnikumu, sonra arxasıca İncəsənət institutu, sonra nə deyim sizə, Tamam. getdi də yəni belə səhnələr, musiqi falan, bunlar hepsi gəldi başıma yəni həyatda. Tamam hocam. Şimdi ilkokulu Azerbaycan'da hangi okulda okudunuz? Orada ilkokulla ilgili bir şeyler anlatır mısınız? İlkokulda mı başladı sizin? Müziğe ilginiz nereden başladı Bilirsiniz, peki? çok maraqlı bir şey vardı. Sovet Aha. vaxtında siz bilmirəm yadınızdadır yəqin ki, hər evdə pianino var idi. Evet, doğru. Ümumiyyətlə o zamanın insanları çox istəyirdi ki, yəni məsəl üçün Aha. evladı olanda bütün evladları verirdilər musiqiyə. Hı hı. Niyə? Çünki təbii ki o zaman mən düşünürəm indi də elədir. Əslində Hı hı. musiqi bilirsiniz də, o da bir tərbiyə bir növüdür. Bana Çox öyledir. böyük bir Doğru mənəviyyat hocam, doğru. insana bəxş edir. Aha. Neysə, çox vacib bir məsələdir uşağın musiqiyə getməsi. O nöqteyi nəzərdən bizi də demək orta məktəbə birinci sinifə gedəndə Aha. paralel bizi o birinci sinifə musiqi məktəbinə getirmişdilər, qoymuşdular valideynlərimiz. Demək bir məktəbə gedirdik sabah, saat 2-də o məktəbdən çıxıb gedirdik o birisi məktəbə. Ben de öyleydim. Ben de öyle okudum. Hamımızı. Bence mektebe gide mektebe ben 3. sınıfta başladım. Hə, siz 3-də başladınız. 3. sınıfta başladım. Mektebe gide ben ikinci simende, ikinci növbədə okuyordum mektepte, okulda. Sabah erkenden kalkardım saat 9'da. Musiki mektebine giderdim, müzik okuluna giderdim. Ondan sonra saat 12'de dönerdim. Bir saatlik evden. İkinci simene İkinci gedirdiniz simene o. mektebe okumaya Aydın da, giderdim. bəli. Sizde de öyle olmuş. Bizdə birinci simen məktəb idi. Ha, ikinci simende Bəli. musikiydi. Biz böyük bir işgəncə idi yəni uşaq üçün o. Mən indi yadıma salıram Aha. məsəl üçün. Mən demək birinci sinifdə Aha. musiqiyə gedəndə həm ortaokula gedirdim, həm də musiqiyə gedirdim Musiqiyə. də. Birinci sinifdə musiqiyə gedən mənim çox gözəl bir müəllimim var idi. Hı hı. Qismət oldu mənə, bir Kamal Şirinov deyə bir adam var idi.
bilmirəm indi sağdır, yaşayır yoxsa, amma çox belə mənim həyatımda bir dönüş nöqtəsi oldu o insan. O mənim birinci sinifdə müəllimim O mu oldu. yönlendirdi O hocam sizi? sevdirdi mənə musiqini. İşte. Baxın, o müəllim mənə musiqini sevdirdi. Amma ikinci sinifə mən gələndə Hı hı. artıq o müəllim yox idi. Başqa müəllimlər mənlə Aa. və məndə bir nifrət oyandı bu şeyə, bu musiqi məktəbinə. Hı hı. Amma Musiki mektebinde mi değişti yox, hocanız? musiqi Orta məktəbində mektepte. neyi? İlkokulda. İlkokula gittiniz. Yox, musiqidən danışıram. Ha, musikiden. Pianino müəllimim Kamal Aa, Şirinov o idi. iyiydi. Çox gözəl bir Anladım. insan idi. Aha. Çox mən o ilə nə bilim uşaq idim amma o bacardı da, yəni məni Musikiye musiqiyi çekmeyi, sevdirdi, sevdirmeye sevdirdi. Ha. başardı. O şeyi bacardı. Yəni görünür keyfiyyətli bir müəllim olub. Sonra ikinci sinifə mən gələndə artıq o yox idi. Hmm. Baxın, orada məndə qırılma nöqtəsi oldu. Mən artıq nifrət eləməyə başladım musiqi məktəbinə. Aha. Niyə? Çünki oradakı müəllimlər, bilirsiniz də, o belə bir şablon müəllim sistemi var idi. Aha, Neysə də doğrudur. mənim üçün o şey deyil, maraqlı deyildi. Artıq sevmədim və çıxmaq istədim musiqidən. Anam qoymadı. Ha. Allah ölənlərinizə rəhmət eləsin. Allah rəhmət eləsin. Rəhmətli anam mənə dedi ki, ölmək var, dönmək yoxdur. 7 ili qutaracaqsan sən bu musiqi məktəbini. 7 il Piyanino oxuyacaqsan. yediliydi. Doğrudur, yediliydi. 7 ili məni oxutdurdu. Amma bilirsiniz necə? Zoraki gittiniz. Mən zoraki, hə, bax o 6 ili Aha. mən nə bilim işgəncə kimi qəbul elədim Hoca onu. çok önemli de okulda. Bəli. Ondan sonra ne olursa olsun bir Bəli. müzikte yani ne olursa olsun ya hoca çok önemlidir. Amma Bak, müziği oxumadım size axı. sevdirmiş, müziği size Bəli. sevdirmiş. O ilk sevdirdi. birinci O ilk. muziği mənə Aha. sevdirdi. Amma qalan teoriya falan o Aha. məsələlər var. Onu mən heç cür sevə bilmədim. Yəni ki, alınmadı məndə. Neysə də belə nə bilim valla hər insan görünür fərqlidir. Mən otura bilmirdim. Bir şey oturub əsəri. Mən təsəvvür edin ki, baxın əsərini imtahana 2 gün qalmış oturub çalışırdım, gedib imtahan verirdim. Yəni o səviyyədə də necə Zoraki. sizə deyim. Aha. Çox belə nəsə istəməyə, amma anamın xətrinə, anam ki çox istədi ki mən o belə də diplom da vermirdilər. Hı Ha, hı. bir dənə kağız idi belə. Doğru. Svidetельство. Yəni ki Doğru, bitirdin sizin- oranı, hə. Hmm. Onu şey elədim, bitirdim o məktəbi, musiqi məktəbini və o mənim üçün məhz o il mənim üçün bayram idi. noktası. Bilirsiniz, o qədər Bitirende xoşbaxt, sevindiniz. o qədər xoşbaxt hiss eləyirdim özümü. Artıq bir azad bir insan, hələ bir ki türmədən buraxdılar adamı. Belə bir şey hiss elədim özümdə və yəni ümumiyyətlə musiqi ilə bitirdim bütün əlaqələrimi. Kestiniz. Kəsdim tamamilə. O diplomanı aldıktan sonra bitti. Müzik O bitti. kağızı alandan Aha. sonra kağız olaydı. Hamısı 3'ler idi ya. Bir dənə də 4 yox idi yəni deyim sizə ki. Hamısı Dörd. 3'ler idi. Anamın xətrinə daha Aha, bir tər idarə getdiniz. edib məni o 7 ili yola Evet. vermişdilər. Amma siz çox maraqlıdır. Mən anama bir dəfə sual Hı verdim. hı. Dedim ay ana sən niyə axı istəyirsən ki mən gedim məhz bitirim də bu Analar musiqi elədi, məktəbini. analar elədi O hocam. mənə bir dənə söz dedi o Aha. zamanlar. Deyirəm çox müdrik olublar o zamanın insanları. Onlar çətin həyat yaşayıblar. Bəlkə də ona Doğrudur. görədir. Aha. Məsələn o zaman anam mənə dedi ki, dedi bilirsən deyir, sən deyir məktəbdən sonra gedib müxtəlif institutları, Aha. universitetləri bitirə bilərsən. Müxtəlif hansısa bir peşəyə yiyələnə bilərsən. Amma sənət çox önəmli bir şeydir. Doğrudur hocam. Dedim ana axı mən bu sənəti öyrənmədim. Dedi neysə də biz dedi nəsə elədik ki sən öyrənəsən, sən də Hı öyrənmədin. hı. Amma çox bunun arkasında var uzun söhbətli Aha. əslində. Mən o demək 7-ci sinifdəki bu Aha. musiqi ilə ki Diplomu da aldınız, bitti. bitti və Çalmadınız bir daha heç piyanino. nə pianinoya yaxın durdum. Nə pianinonun üzünə baxdım, nə musiqiyə qulaq asırdım. Aha. Ümumiyyətlə heç nə yaxın qoymurdum Hı hı. musiqi ilə əlaqəli. Yəni özümü çox xoşbəxt hiss edirdim o səviyyədə. Sonra bir gün evdə oturmuşam, mənim çox yaxın bir dostum var. İndiyəcən biz dostluq Aha. edirik. Həm məktəbdən də bir yerdəyik. Demək, o dostumun atası o zamanlar Dan Ulduzunda musiqiçi idi. Dan Ulduzu Dilarə Əliyeva. Dilarə Əliyevan Aha. qrupunda musiqiçi idi. Çox gözəl bir batarya ustası idi. Aha. Fuad müəllim Əhmədov. Mənim dostumun, hələ bir ki biz həm bir məktəbdə oxuyuruq, həm bir yerdə böyüyürük falan. Onun atası. Bir gün çox pis hava var idi. Hı hı. Mən də evdə valideynlərimlə oturmuşam. 7-ci sinif uşağıyım da, məzəl Doğru, belə deyilsə. Birdən axşam vaxtı Samir gəldi bizə, dostum. Qalxdı yuxarı döydü qapını, dedi atam səni çağırır. Dedim ki, Samirdə məsələdir. Dedi gəl. Mən evdə icazə aldım, endim aşağı. Aha. Samirin atası Fuad müəllim mənə dedi ki, otur arabaya.
biz səni bir yerə gətirəcəyik. Orada musiqi məsələləri var. Mən istəyirəm sən orada iştirak eləyəsən. Mən dedim mənim musiqi ilə heç bir əlaqəm yoxdur, yəni ki. Xahiş edirəm bir an. Ama özür dilerim. Ama öğrendiniz değil mi? İyice mesela 7 yıl gittiniz. Her şeyi çalabilirsiniz. Yox, İyice öğrendiniz. yox. Orada yalan danışaram. Aha. Heç nə bilmirəm, belə deyim sizə. Nə bilirdimsə, onu da bilirsiniz necə. 5 dəqiqə öyrənirdim. Çalırdınız o Müəllim kadar. göstərirdi mənə, Aha. nə göstərirdi, O qədər. qulaqla filanla neysə idarə edirdim. Dəniz. Ama kulak varmış demek ki. Hə, qulaq var idi. Qulaq Ona görə də vardı. müəllimlər həmişə istənir, sinirlənirdi. Anama deyirdilər ki, bunun qulağı çox gözəldir, amma tənbəldir, istəmir. Neysə belə. Sonra ne yaptınız O hocam? Fuad müəllim Aha. məni getirdi, taksi park var idi bizdə, bir Evet. nömrəli. Onun nəzdində bunun bir rock qrupu var idi. Aha. Yəni o qurmuşdu o qrupanı. Danluzundan başqa da, yəni belə. Orada da bir klaviçi var, çox gözəl bir klaviçilər var idi. Onların o köçüb getmişdi Rusiyaya və o Samirə sual vermişdi ki, bir zamanlar sənin dostun Cavid musiqiyə gedirdi. Görmüşdüm deyir Nerede o onu. neydi şimdi? Ne yapıyor? Görmüşdüm onu deyir o dəftər kitabla. Biz indi neyini çalır bir yerdə. O da demişdi bilmirəm də xəbərim yox. Deyir yox, gəl gedək getirək onu. Neysə, belə getirdilər, məni apardılar o orkestrə. Orada Orada da, sevdiniz mi hocam? orada bilirsiniz, çox böyük, yaşca məndən böyük Büyüklər insanlar idi. hepsi, Çox doğru. böyük, Aha. həm də yaşca məndən Siz çox orta böyük. mektepte okuyordunuz Hə, mən zaten 7-ci orada. sinif şagirdiyəm. Mən getirmişəm, onlar da bir dənə gözəl çalırlar, bilirsiniz, rock çalırlar. Hətta belə gözəl çalır. İlk dəfə mən canlı musiqini o cür belə dinləyirəm də. Sevdiniz. Hə, çox xoşuma gəldi, amma başa düşürəm, o zaman da anlayıram ki, mənlik orada heç nə yoxdur. Yəni ki, mən heç nə bacarmaram orada. Yəni heç nə Aha. bilmirəm mən onlarla nə çalım. Evet. Fuad müəllim mənə dedi, get otur o alətin arxasına. Onlar sənə göstərəcəklər heç nə çalmaq lazımdır. Yəni çox Ha. gülməli şeylərdir bunlar. əslində. Piyaninonun arkasına oturdunuz. Piyanino değildi, o alet elektronik alet idi. Anladım. Aha. Argan idi. Geldim oturdum arkasına, o gitarı çalan mənə göstərməyə başladı ki, bunu basırsan, Hı hı. sonra bunu basırsan falan. Benim yadımdadır ki, onlar rock çalan anda birdən-birə mən muğam çalmağa başladım. Çünkü bir dənə Aa. onu bilirdim ben. Öğrenmiştim, anam öğretmişti bana. Anam biraz piyano çalırdı. Muğamı öğretmişti, Bayat Şirazı. Bunlar rock çalanda ben gördüm bunlar reyden çalır mesela. Hı hı. Ben de bilirdim ki reyden, aha ben bunu bacarıram, getirdim çaldım Bayat Şirazı ve bunlar hamısı güldülər, ləzzət elədi hamısına. Dediler ki Fuad müəllimə ki heç nə bacarmır, heç nə bilmir. Ama kalsın. Ha, demek Biz ki deyir ona göstərər, başa salar, göstərər. neden dolayı? Şimdi kulağınız olduğu için, Bəli. kulak olduğu için o zaman şey yaptılar ki tamam. Hə. Bu her zaman önü var. Yani önü açıktı. Her Bəli. şey olabilir. En maraqlısı bilirsiniz ne oldu? Mesela Aha. üçün 2 ildən sonra mən onların rəhbəriydim. Musiqi rəhbəriydim. Bak bu nasıl oldu görürsünüz mü? Çok maraqlı bir şey oldu. Dönüş nöqtəsi. Nasıl oldu hocam geldiniz? Bak birdenbire piyano Mən çalabilmeyen. elə gəl hər şey sevgidən asılıdır. Bilirsiniz həyatda. Orada demek ki hocam sizi müziği sevdirdiler. Bəli, o Orada müziği sevdim sevdiniz, mən. ortamı sevdiniz. Musiqiçiləri sevdim. Evet. Onlar çox gözəl insanlar idi birincisi. İndiyəcən mən düzdür tez-tez görüşə bilmirəm, amma həmişə yadımdadılar. Hı hı. Yəni beynimdədirlər onlar. Birinci orkestrim. Amma sonra həyat belə çox maraqlı davam elədi. Aha. Mən ola deyim sizə o zamanlar çox gözəl orkestrlər var idi Azərbaycanda, müxtəlif. Aha. Xalq çalgı alətləri Doğru. olsun, başqa bütün hamısını gezdim. Hər yerdə işlədim. Bildiniz Çok necə? güzel. Hətta hara gedirdim orada bir karifey var idi mütləq. Aha. Bizim Allah rəhmət eləsin bu sənət karifeylərimiz. Hı hı. Belə çıxdı ki, mən çox gənc yaşlarından səhnəyə çıxdım. Və demək olar ki, Kaç yaşınız vardı hocam o zamanlar? mənim o zamanlar sizə deyim də 17-18 yaş, 17, 18, 19, evet. 20 bax bu yaşlardaydım. Yaşlarda. Hə, gənc yox, deyim ki, çox belə gözəl musiqiçi idim falan yox. Mən indi də heç elə düşünmürəm. Hayır. Açığı çok, mən yox, hələ şey yoxdur. Musiqidə hələ şey çok yoxdur. mütevazisiniz hocam. Musiqidə hələ şey yoxdur. Bilirsiniz, o yoxdur musiqidə. Musiqinin Musiqi zaten bir sonu başqa yoktu bir, değil mi? bəli, başqa bir planetdir. Orada kiməsə gözəl, kiməsə kifir demək mümkün deyil yəni. Doğru. Musiqi başqa şeydir. O tamamilə başqa bir həyatdır. Mən indi onu anlayıram. Mən Allahıma çox şükür eləyirəm ki, məhz musiqinin içində oldum hər zaman. Musiqi ilə yetişdim, musiqi ilə böyüdüm. Evet. Amma o zamanlar atam məni 10-cu sinifdən sonra Hı hı. onun Allah hamısına Allah rəhmət rəhmət eləsin. eləsin. Bunlar danışıram çox Aha, maraqlı şeylərdir. Evet. Onun dostları nədənsə ona demişlər ki, sən oğlun tikinti bu inşaatçı olmalıdır falan. İnşaat mühəndisi bilmirəm belə də neysə.
İkinci Mütləq də institut oxumaları ha, gerekirdi. Analar, atalar illa da bizim yerimizə həll istəyirdilər ki, eləmişdilər hər şeyi. istəyirdilər ki, evlatları mutlaka universitetdə oxusunlar, institutda oxusunlar bizdə. Maraqlıdır. Görürsünüz hansı zamanda yaşamışıq. İndi Aha, elə şey yoxdur ya. İndi doğrudur, uşaqlar özləri seçir. doğrudur. Bizdə o zaman nə seçim? Bizdə seçim var idi. Yox, seçim yoxdur. Yox idi bizdə elə şeylər. Atanız dedi sizə hara gedirsiniz indi, nereye Atam gidirsiniz? dedi ki, politexnika. Getdi, mənim Üniversiteye. yerimə imtahanı da o verdi. Yəni Nasıl? yox da indi mən belə Doğru. məcazi mənada Aha, deyirəm bunu başa düşdüm, təbii ki. anladım. Yəni belə oldu ki, mən heç belə istəmədiyim şeylərə qurşam. Amma həmin o ildə mən qiyabi girəndə o Hı. politexnik texnikumuna Aha. mənim sabahlar vaxtım var idi. Mən getdim ASTV-yə işə düzəltdim radioya. Aa, Bəli, radionun fonotekasına. evet. Fonotekasına baxın, musiqi olan yerə. Və Evet. orada mən Allahıma şükür edirəm ki, Allah rəhmət eləsin, o da rəhmətə gedib. İsmail Dadaşov deyə bir insan Allah var idi rəhmət bizdə eləsin. Azərbaycanda. Aha. O zaman yox, çox gözəl mahnıların da şairidir. Məsəl üçün şeirlər yazırdı. Onun şeirlərinə mahnılar hamısı oxuyub. Çox bütün sənətçilərimiz oxuyub demək olar. İsmail Dadaşov çox önəmli, gözəl bir insan idi bizim ölkəmiz üçün. Amma çok təvəkkülkar, gizlənirdi, istəməzdi çıxmaq ortalığa Ekrana atmaq. çıkmak. Siz de Musiqi redaktör. sevmiyorsunuz zaten hocam. Biz onunla dost olduk. Siz de sevmiyorsunuz. Ben onun Siz de tərbiyəsini almışam çünki. onun terbiyesini almışsınız. Gerçekten çok sade bir insansınız. Çok mütevazi Çok bir sağ olun, çok sağ olun. insansınız. Siz məni çox tərifləyirsiniz. Mən sizə deyim. Gerçekten değerli Əvvəldən izleyiciler. özlə. Çok yani ki rica ettik. Kaç senedir Cavit hocama rica ederim. Hocam sizi bir programa davet edelim. Bir gelin. Çok sağ Tamam olun. gelirim dedi ama ben anlıyordum ki çıkmak istemiyor. Sonunda ikna ettik. Hə, Hocam bəli, burada bəli. şimdi sizlerle. Artıq biz bəlli bir yaşa gəlmişik ki biz. Mən hələ düşünürəm. İndi artıq çıxmaq olar bayıra. Yəni ki qapıdan çıxmaq olar biraz bayıra. Bilirsiniz, mən heç vaxt mən düşünürəm ki bir insan əgər ictimaiyyətin qarşısına çıxırsa, Aha. mütləq o nəsə böyük bir mesaj verməlidir. Mütləq Evet. nəsə eləməlidir. O hələ belə çıxıb boş-boş danışmamalıdır. Hocam siz bildiniz? çok dolu bir insansınız. Onun için istedim ki izleyicilerimiz sizi görsünler, sizi tanısınlar. Peki şimdi Politeknik Üniversitesi'ne, Azerbaycan Üniversitesi'ne Politeknik Texnikumuna Teknikumuna girdiniz. Sonra girdim. musiqiye nasıl böyle 2 il, geçtiniz? 2 il Aha. mən ora getmədim, qiyabıydı. Yəni imtahanlardan imtahanlara atamdan Gittiniz. xahiş edirdim. Atamdan ki, orada həll eləsin məsələləri. Neysə, bir Gedirdiniz. tər idarə edirdi atam da oranı. Mən o zaman Bitirdiniz. mən şeydə işlədim. Əsas işim oldu. ASTV-də, radioda ASTV-də, işlədim. aha. Mən orada İsmail Dadaşovla tanış oldum. Allah rəhmət eləsin. İsmail Dadaşov mənə çox şeylər öyrətdi. Allah rəhmət Çox eləsin. şeylər öyrətdi. Mən sizə İnci deyim, sen böyük məktəb oldu üniversitesine mənim. gitmenize İsmail Müəllim mi Yox, sebep yox. oldu? Onun da İsmail müəllimə əlaqəsi olmadı. O bilsin necə oldu. Mən ümumiyyətlə o ASTV-dən də çıxdım. Aha. Şeyi də bitirdim. Hələ orkestrlərdə çalıram hər yerdə. Mənim üçün əsas onsuz da o idi. Leytmotiv, həyatımın leytmotivi onlardır. Aha. Orkestrlər, səhnələr, çıxışlar. Aha, Bildiniz necə? doğrudur. Çox gənc yaşlarından buna başladım deyə. Həm də ki bilirsiniz necə? Bu müşahidə deyə bir şey var. Doğru. Müşahidə. Doğru. O müşahiyyəti mən çox gənc yaşlardan öyrənməyə başlamışam. Müşahidə o demək deyil ki, kimsə oxuyursan, onun arxasında ifa edirsən. Yox, hələ deyil. Doğru. Sən o fonu yaratmalısan. O fonu da yaratmaq böyük bir əmək. Orada çox şey, amillər var. Doğru. Sənətçinin səsi, onun ifası, onun manerası. Bunların hamısını düşünüb ona uyğun bir müşahidə eləmən. Bunu oradan öyrəndim. Doğru. Bütün o sənət yolundan mən bu müşahidələri, orkestrlərdə falan da yəni belə bir təcrübə oldu da həyatda. Amma heç vaxt da düşünmədim ki, çıxım hardasa özümü göstərim falan. Mən hesab edirəm ki, çox böyük iş görən insanlar, layiq olan insanlar. Siz de layıksınız hocam. Yok, Sadece çok sağ siz çok olun. sade Tabii, bir insansınız. tabii. Allah Nasıl razı diyeyim? olsun. Bazı insanlar vardır ki hocam, şunu götürüp şuraya bırakıyor ya, kendini çok güzel reklam ediyor. Bazı insanlar gerçekten öyle de. Ama bazı insanlar da vardır ki her şeyi akışına bırakır. Şimdi burada bir araya bir virgül koyalım hocam şimdi. Sizin haberiniz yoktu. Ben sizden birkaç tane resimlerinizden buldum hocam ben. Şimdi yönetmenimle rica etsem ekrana gelebilir mi acaba resimlerden? Şimdi Oo, ne evet güzel. resimlerinizi buldum hocam. Bu şimdi resim hakkında konuşabilir miyiz? Nerede çekildiniz? Ne zaman Bu çekildiniz? demək bizim Ankara'da Azərbaycan Böyük Elçiliyinin Aha. tədbirində çəkilib bu rəsim bildiyim qədər. Evet. Bəli, orada tədbirdə iştirak edərkən bu rəsim çəkilib. Tamam. Diğer resme geçebilir miyiz Ha, yönetmenim? keçəlim, keçəlim.
Bu Baxın, resimdə bu rəsmlər çox önəmli rəsmlərdir. Azərin xanım da orada. Bəli, Türk bu dünyasının qüruru. bəli, bilirsiniz, demək biz uzun illər Müdafiə Nazirliyi, əvvəlcən biz şeydə çalışdıq, demək daxili qoşunlarda, Aha, orkestrdə aha, çalışdıq. Orada əskərlərə gedib yerlərdə konsertlər verirdik aha, Azərbaycanda, bölgələrdə, rayonlarda, aha. daxili qoşunlar üçün. Sonra Müdafiə Nazirliyinin nəzdinə keçdik və orada çalışdıq uzun illər və bilirsiniz, çox maraqlı bir şey deyim sizə. Bu, demək, hər həftə biz gedib ağır nöqtələrdə Konsert Ahı, verirdiniz. məhz onu, o bizim üçün Aha, ən önəmli doğru. məsələ idi ki, bizi ora göndərsinlər. Çox vaxtı Müdafiə Nazirliyi bizi oralara göndərmirdi. Təbii ki, risk altına atmaq istəmirdi, amma müəyyən dərəcədə, müəyyən vaxtlarda görürdün ki, bizə alınırdı. Doğru. Hətta o belə bir yerə getmişik ki, orada biz o zamanlar, savaş zamanı, çox az bir 5 kilometr olub məsafə. Savaş Bizim yeri ilə. konsert verən yerlə Aha. o ermənilərin Savaş yeri. ştablarının Aha, arası. evet, aha. Neyse orada biz çöndərmişik şeyləri, bu hoparlörləri Aha. ermənilər və çırpınırdı Qaradəniz falan Söyləmişsiniz. söyləmişik. Olub. Hələ zamanlarımız olub. Amma bu uzun sənələr biz işlədik. Təbii ki, hər işin bir sonu olduğu kimi bizim də Doğru. işimiz keçən il artıq sona erdi. Orayla Müdafiə Nazirliyi. Amma çox uzun illər biz bu Evet. yolda çalışdıq. Bizim əskərlərə konsertlər, moral konsertlər verirdik. Evet. Ha. Diğer resme geçebilirim. Sevimli izin işimiz öğretmenim. idi ama. Evet. Bu Şuşa alınandan sonra Aha. bizi dəvət elədilər. Cıdır düzüdür burası. Evet. Şuşanın Cıdır düzüdür. Azerbaycan'ın güçlü sesi, Bəli. Türk dünyasının Azərin gururudur xanımdan Azer'in orada. xanımda. Gerçekten de onunla Bəli. gurur duyuyoruz. Duruşuyla, Evet. oturuşuyla, hanımefendiliğiyle. Sanatının dışında artı hanımefendiliğiyle, artı o Qarabağ Savaşı'nda çok emek verdi sizinle beraber gerçekten de. Ve bütün dünyaya duyurmaktan ötürü çok emek verdi. Yani Azərin ki ümumiyyətlə həyatda o qəhrəmandır. vatan, Bilirsiniz, evet, o vatan qəhrəmandır. O başqa sevgisi. insandır. Onun Tamam. için ilk başta Ha. vatan sevgisi sizin de aynı şekilde. Bu Çok dediniz sağ olun. orada şeyde çekilmişsiniz Bəli, yine bu de. Şuşada Cıdır Şuşada, düzüdür. evet, Sevimli. aha. O ömür boyu arzuladığımız, düşündüğümüz Evet, bir Cıdır yerdə. düzündə. Allah Teala bizə qismət elədi, görürsüz. Çok Getdik güzel. orada şəkildə çəkdirmişik. Evet, aha. Maraqlıdır. Amma bu Evet. çox önəmli bir məsələdir. Mən sizə deyim. Demək 2005-ci ildir səhv eləmirəmsə bura. Aha. O zamanlar demək Türkiyənin Müdafiə Naziri var idi. Aha. Bakıya təşrif buyurdu. Bakıya təşrif buyurmuşdu və soruşmuşdu ki, sizdə belə bir Azərin deyə bir sənətçi var. Mən onu necə qulaq asa bilərəm, harda qulaq asa bilərəm? Sesine, Hə. evet. Demək, onu yönləndirmişdilər bizim çalışdığımız yerə. Gəlmişdi ora həyat yoldaşı ilə. Ümumiyyətlə oraları bağladılar. Aha. Biz onlara konsert verdik o günü. Və orada Azərin şeydə bulundu, yəni ricada bulundu. Dedi ki, biz istəyirik Mehmetçiyə. Burada, dedi, Azərin o zaman çox maraqlı söhbət elədi. Mənim yadımda dedi, biz burada əskərlərimizə konsert veririk hər yerdə. Gedirik hər zaman. Boynumuzun borcudur biz bu maray konsert. Biz istəyirik eyni konsertləri şeydə də verək, demək, Mehmetçiyə də verək. Evet, çok güzel. O zaman İlker Başbuğ idi demək, Müdafiə Naziri. O dedi ki, çox gözəl dedi fikirdir. Gəlib Mehmetçiyə konsert verə bilərsiniz Türkiyədə. Biz dedik, yox. Türkiyədə deyil. Biz məhz savaş bölgələrinə getmək istəyirik. Evet, Baxın, çok biz güzel. o zaman ondan onu rica Aha. etdik. Dedi ki, hara dedi, Diyarbakır, Şırnaq, Siirt, Gittiniz hocam. Hakkari, Evet. bax bu yerlərə istəyirik. O belə düşündü biraz. Dedi, tamam mən düşünüm, sizə cavab verərlər, xəbər verəcəklər. Getdi. Sonra bir müəyyən bir müddətdən sonra Bakıdakı ataşe, hərbi ataşe Türkiyənin bizi çağırdı. Dedi ki, belə bir dəvət gəlib sizə. Göndərdilər bizi, gəldik. Bax, o arkada olan uçağı görürsünüz. Evet. O öz kendi kasasıydı. Bak verdi bize kendi kasasını Müdafiə Naziri ve biz Ve o bölgeye konsert vermeye gittiniz. ve biz bu ekiple o bölgeye gittik. Ben size diyeyim, Ne tabii güzel. ki çok
maraqlı bir günler yaşadık biz orada. Çok maraqlı Hocam şeyler sizden oldu. başka da benim bildiğim öyle savaş bölgelerine giden yok yani. Herkes, hiç kimse gitmiyor yani ki. Ya Vallahi tehlikeli mən çünkü. Ben maraqlanmamışam o məsələ ilə, amma mən düşünürəm ki, bu bilsin necə, bu könül işidir də. gönül işi, Könül bunu işidir. herkes Bu hər yapar, insan, doğru. onu sevən insan yapar da. Mən bir az Aynen. sevgidən danışdım, eyni şeydir. Mən məsəl üçün necə musiqiçi oldum? Sevdim oldum. Yəni ki, Sevgiden, bu da doğru. eyni şeydir. Bu həyat tərzidir. Bu belə yaşamtıdır. Sonra bunu düşünmüşük. Sonra bir gün heç yadımdan çıxmaz. Demək şeydə Şırnaqda ya Aha, Hakkari'də birdən-birə bir gündə 14 nəfər şəhid olmuşdu və bu bizə evet. çox ağır təsir eləmişdi. Və məhz ondan sonra Azərində o Düşünce yarandı düşüncə ki yaranmışdı ki, gedib o bölgelerde Mehmetçiyə də verelim, konsert vermək Mehmetçiğe. lazımdır. Və qismət oldu, mən istədiyim, elə də getdik. Çox gözəl günlər yaşadım, Mehmetçilərimizlə görüşdük. Çox ağır yerlərdə, ağır bölgələrdə olduq. Bizi qorudular orada, sağ olsunlar. Evet. Çox maraqlı bir həyat yaşadıq. Və bu şəkil onunla Aha, əlaqəlidir. Mən düşünürəm ki, həyatımın bax deyə biləcəyim məsəl üçün evet. ki, bax buna görə yaşamağa dəyərdi. Evet. Bax ona görə yaşamağa dəyərdi. Evet. Onu Çok deyə güzel. bilərəm. Diğer Bəli. resime geçelim. Bu da Bu da aynı aynı o, yerde. aynı yer Aha. deyil. Bura neresi Cavit Hocam? Bura nərəsi? Biraz yaxından görə bilsəydim. Olsun, diğer resme geçelim. Bura sərf eləmirəmsə, Aha. Konya'da olan o uçaq şeyləri, o qərargahı var. Evet. Qərargahı. Aha. Məncə Orada, oradır. orada Səhv çektirmişsiniz. eləmirəmsə Doğru, oradır. unutmuşsunuzdur. O kadar resimler Unutmuşam, bəli, çektiriyoruz her yerde. Bu da Bu da çox konsertten değil mi gözəl hocam? konsertdən. Mən hərdən dalıb gedirəm özümə. Belə, Allah. Bu da həmən o Şırnaq var, həmən o kasanın içindəyik biz. Evet. Kasanın içindəyik. Həmən Evet. o uçağın içindəyik. Uçağın Bu hərbi içindesiniz. uçağın, bəli. Burada o konserte gelirsiniz hocam. Çox maraqlı hadisələr oldu. Bilirsiniz, bunu danışmağa başlasam mən, bu uzun bir Aha. hekayədir. Yəni ki, ona görə mən qısa şəkildə sizə məlumat verdim ancaq ki, bu şəkillər haqqında. Hocam hiç aklınızda kalan böyle unutmadığınız, böyle aklınızda kalan bir nasıl diyeyim, bir ritüeliniz, böyle şey, sohbetiniz var mı yani ki böyle programlardan önce? Mesela programa çıkıyorsunuz ya, böyle heyecanlanma olur mu? Bir ritüel yapıyor musunuz? Yox, bilirsiniz, indi artıq o şeylər yoxdur. Ola bilsin, nə zamansa olub, heç o da Aha. yadımda deyil mənim. Əslində biz Heyecanlanır mısınız hocam? gənc Sahneye yaşından, çıkmadan önce. gənc yaşından ki, Aha. səhnədə olursan, bir də Aha. musiqi, baxır hansı musiqi ilə məşğulsan. Məsələn, mən çox vaxt estrad musiqisi olub, başqa şeylər olub. Yəni ki, qulağımın dibində davul, bas gitar, gitarlar falan belə şeylər olub deyə biraz enerjik həyat yaşamışım da, ola bilsin gənclikdə. Belə başa düşürəm yəni ki. Evet, doğrudur. Hər də ona Bura görə neresi hocam? Resimden bahseder misiniz? bu da hərbi hissələrin biridir. Evet, Məncə, Azeren bəli, bu Hanım'la. hansısa hərbi hissədədir bu. Evet, O çok qədər güzel. belə şəkillər var ki, bilirsiniz, hərbi Hatıralar hissələrdir. hocam hepsi Bəli, ya, bəli. hepsi hatıra. Çox gözəl bu, bax bu, deyirəm də, bax bu gördüyümüz işə görə bizim həyatda Evet. yaşamağa dəyərdir. Bax bunu Evet. deyirəm mən həmişə. Niyə? Çünki bu bilirsiniz o qədər önəmlidir. Tamam, Bunun dərinlinə varsanız, doğrudur. o varsa insanlar anlayacaq o nə deməkdir ümumiyyətlə. Evet. Gedib əskərin yanında olmaq Farklı bir və şeydi hocam. ona o Moral, mesajı destek vermək. vermek, Bəli, bəli, o mesajdan mesajı da yani ona ki güc vermək. güç vermek, Bəli, bəli. moral, motivasyon ne Moral. olursa olsun çok önemli bir şeydi Amma hocam. ona sən girək özün inanasan ki, əskər də inansın. Doğru. Bildiniz necə? Bunlar hamısı bir-birinə bağlı olan şeylərdir. Evet hocam, şimdi kaldığımız yere geri dönelim mi? Buyurun. Şimdi Politeknik Enstitüsü'nü, üniversitesini bitirdiniz. Onu da bitirdim. İnce O da Sanat mənim üçün bir bayram oldu Üniversitesi'nde oranı bitirəndə. Atamı təbrik elədim. O attım diplomu. atanızın sayesinde girdiniz, bitirdiniz. Amma oradan əməlli diplom almışam ha. Ha, normal. Siz belə hə. Kırmızı diplom mu hocam? Yox, yaşıl Yaşıl rəngli o zaman renginde, yox. normal diploma. Qırmızı yox idi o zaman. Özdə var idi ya. Mənim daha kimdi qırmızı diplom? Heç getmirdim mən. Kıyabe okudunuz. Bağışlasınlar məni bütün müəllimlər falan. Mən sevmirdim. Orada okuyaraktan İnce Sanat Üniversitesi'ne gittiniz öyle Yox, mi? oranı mən bitirdim. Bitirdiniz. Bir gün, hələ mən də musiqi ilə məşğul olurdum. Konsertlər, o qədər iş var idi ki, bilirsiniz, mənim başım ayılmırdı. Artıq mənə O zamandan beri çok yoğundunuz değil mi hocam? o Yani zaman o çox var. zamandan. Sovet vaxtı festivallar, nə bilim nə, hər yerdə var idim Konsertler, də, bilirsiniz. doğru. İstəyir xalq musiqisi olsun, istəyir bu estrada musiqisi, vokal, instrumental olsa, hər yerlərdə mən var idim yəni ki. Evet. Hələ bir yəni
özümdə ehtiyac duyurdum əslində. Gedirdim və qəbul edirdilər, işləyirdim. Demek ki özünüzde musiki varmış hocam. Maraq var Özünüz idi, dəhşət sevilmiş. maraq var İlk idi. başta sizi mesela hocanız değişti. Orada bir duraklama oldu da sizde. Duraklama daha Hə, doğrusu. Ondan sonra bəli. siz zaten sevdiniz Amma orkestraya əsas mənə gidince. sevdirən yenə də mən sizə deyirəm, o hocam oldu, o birinci İlk hocam. başta Bəli, değil bəli. mi? O çok O, önemli. məndə o şeylədi, oyatdı, o musiqiyə olan Hevesi. marağı. Ama anneniz de devam ettirmiş. Eğer anneniz sizin üstünüze Annem düşmeseydi ki nəsə hiss oğlum edirdi, Allah rəhmət eləsin. Allah O rahmet zamanın eylesin. insanları biraz Evet, mistik olublar. doğru. Bilirsiniz, uzağı görən olublar hamısı. Evet, Çox doğru. maraqlıdır. Anam necə eləsə, mən baxın 2 dənə diplomum var şu anda. Məsəl üçün, baxın necə o insan necə düşünmüşsə. O Aha. diplomların heç biri Hı hı. hal-hazırda mənə lazım deyil. Evet, Mən anamın o verdiyi sənət var ha, deyirdi mənə ki, sənət önəmlidir. evet, Bax o sənətlə mən yaşayıram indiyə qədər. Təsəvvür edirsiniz? doğru. Necə o insan 100%'lıq mənə elə bil ki, belə bir yol çizib həyata. Evet. Ona görə orada o şeydə, o yolda məsəl üçün mən dostumun atası Fuad müəllimə heç vaxt Allah ona qəni-qəni rəhmət Allah eləsin. O rəhmət qədər eləsin sevirdim hocam. o insanı. Bu yaxınlarda yəni bir neçə il bundan qabaq onu biz itirdik. Amma Evet, mən sizə deyim, atamdan az sevmirdim ya mən o kişini. Çünki biz ümumiyyətlə dostluqda elə olmuşuq. Hamımızın valideynləri bir-birimizə çox yaxın olub. Elə bir ki, öz valideynlərimiz kimi. doğru. Bax, o Fuad müəllim mənə həyata putyovka verdi. Yəni Yol yol gösterdi göstərdi. size Hə, o ki qoydu mənə o şeyə treni necə deyirlər və tren getdi. Bax o elədi. yani Əslində Fuad müəllim. yani müziği Birinci anam, seçmekten sonra Fuad müəllim. Yəni müəyyən kader insanlar hocam, kader, bəli, kader, insanların qarşısına elə belə çıxmır. kaderinde, Hə. kaderinizde varmış. Təsadüf deyil. Bunlar hamısı nə üçünsə gəlir. Məsəl üçün Fuad müəllim nə üçünsə gəldi, məni getirdi, əlimdən tutdu, apardı. Evet. Ondan başqa həyatımda olub elə şeylər çox olub. Mən sizlərlə danışacağım inşallah. söhbət Hocam edəcəm. yani ki bu programımızın saati biraz kısıtlı olduğu Bilirəm, için bilirəm. dakikalarımız yaklaşıyor. Kısa kısa sorularımdan bir sormak istiyorum. Buyurun. Bu sanata yeni başlamak isteyenlere yani ki ne söylemek istersiniz? Başarılı bir piyanist olmak için ne yapmaları gerekir? Dəli kimi sevməlidirlər bu işi. Değil mi? Sevmeden olmur, Dəli mümkün kimi değil. sevməlidirlər. Evet, Bu başqa sevgidir. O elə belə sevgi deyil ha. Dəli kimi sevmək bir sizdən nə Evet. deməkdir? Yəni o cür olmalıdır. evet. O cür olmasa Doğru. o lazım olan notları musiqi dinləyəndə duymazlar insanlar. Bir də mən sizə ən önəmli məsləhət mən nə vermək istəyirəm? Bütün musiqiçi, bütün gənclərə kim ki musiqi ilə məşğul olmaq istəyir, çoxlu qulaq assınlar. Ən böyük hoca, ən böyük müəllim qulaqdır. Kulaktı. Mən sizə dəqiq deyirəm. Hər şeyə qulaq assınlar, bütün mədəniyyətlərə qulaq asmaq lazımdır. Hər şeydən biraz bilmək lazımdır, hər şeyi. Bax, əgər sən səhnədəsənsə, musiqiçisənsə, hər şeydən xəbərin olmalıdır ki, hardasa ifadə eləyə biləsən, hardasa lazım olsa tanıya biləsən, orada bir analiz edə biləsən Doğru. kimisə, nədir? Bunlar hamısı təcrübə ilə gəlib məndə. Mən oxumamışam, açıq söyləyəcəm, təcrübə ilə. Şimdi Cavit Abidov dönüp geri baktığında o çocuk Cavit Abidov'a ne söylemek isterdi? Dönüb baxdığımda Geriye dönüp baktığında ne söylemek isterdiniz çocukluğunuza? Mutlu musunuz hayatınızdan? Hayal ettiğiniz hayatı Valla yaşıyor mən musunuz? özümə çocukluğuma heç nə söyləmək istəmirəm. Açığı deyim nə üçün. Çünki mən düşünürəm ki, hər yaşın, hər devrin öz əlamətləri var da, bəlli bir keçəcək yolları Evet. var. Amma yetəcək ki, insan, bilirsiniz, o insanın içində, beynində o qırmızı xətt olsun ki, bacarsın ki, ondan o tərəfə keçməsin ki, yolunu azmasın, bildiniz? Evet. Yolundan düz devam eləsin. Bax, o əsas məsələdir. Doğru. Hocam zamanımız da bitiyor Buyurun, biliyorsunuz. Son olarak benim sormadığım, sizin söylemek istediğiniz sözleriniz var mı izleyicilerimize, bize? Mən ümumiyyətlə sizə təşəkkür edirəm ki, siz məni dəvət elədiniz, çağırdınız bu verilişə. Çox gözəl verilişdir. Verilişinizin gələcəkdə də uğurlu olmağını Teşekkürler. diləyirəm sizə. Uğurlar arzu edirəm. Sizin hələ isminiz də arzudur, bildiyim qədər. Demək, mən nə demək istəyirəm? Mən demək istəyirəm ki, bu Ankara'da, Türkiye bizim için
özgə yer deyil, öz yerimizdir, Öz yəni öz vətənimizdir, ikinci vətənimizdir. vətənimiz. Və mən burada özümü çox gözəl hiss edirəm. Bakıya da tez-tez gedib gəlirik, iki vətən arasındayıq. Düşünürəm ki, bu bizə qismət olub həyatda, şanslıyıq bu barədə və ümumiyyətlə kim yanımda olub zamanında, əlimdən tutub, yanımda olub, sadəcə dəstəkləyib, indiyə qədər kim yanımdadırsa, hamısına çox təşəkkür etmək istəyirəm buradan. Hamısına dərin təşəkkürümü bildirirəm. Çünki onlar olmasaydı, mən də olmazdım. Doğru. Hocam biliyorsunuz zamanımız yetmedi. İnşallah ileriki zamanda yine konuğumuz olursunuz. İnşallah. Sohbetimizi devam ederiz. Çok memnun oldum. Evet, çok teşekkür ederim hocam. Ağzınıza sağlık. Sağ olun. Değer verdiniz, programımıza katıldınız. Çok teşekkür ediyorum. Çok sağ olun. Efendim programımızın sonuna geldik. Programı Ələkbər Tağıyev'in Sen Gelmez Oldun eseriyle bitireceğiz. Ziyafet Yaqubova Sen Gelmez Oldun diyecek. Bu arada Ziyafət xanıma da təşəkkür eləmək istəyirəm. O proqramın əvvəlində də çıxış elədi. Təşəkkür eləməyə imkan olmadı. İndi bu sonunda mən çox dərin təşəkkürümü bildirmək istəyirəm. Bizi feyziyab elədi bu Çok verilişdə. sağ olun Çox sağ hocam. olsun. Ziyafət Çok xanım. sağ olun. Ben de Teşekkür unutmadan sağ olun. Sizin hediyeniz için de ben teşekkür ederim. Bir şey deyil. Yəni Çok biz sağ olun. bilirsiniz Azərbaycanlılar harasa gedəndə Adettir bizim. adət biz əli boş gedə bilmirik. Efendim evet biz Azerbaycanlılarda adette bir yere boş gitmezler. Hocama da çok gözəl teşekkür adət. ederim. Çok sağ olun. Evet Bir şey değil. efendim. Hoşça kalın. olun. Ziyafet Yaqubova'nın Sen Gelmez Oldun eseriyle bitiririz. Daha doğrusu Ələkbər Tağıyev'in Sen Gelmez Oldun diyecek Ziyafet Yaqubova. Değildin baharda görüşerik biz. Bahar geldi gitti, sen gelmez oldun. Değildin baharda görüşerik biz. Bahar geldi gitti, sen gelmez oldun. Taşlara değdi söndü ehdimiz. Aylar geldi gitti, sen gelmez oldun. Gözleyirem ben, gözleyirem ben, sen gelmez oldun. Taşlara değdi söndü ehdimiz. Aylar geldi gitti, sen gelmez oldun. Gözleyirem ben, gözleyirem ben, sen gelmez oldun. Yarım gözleyirem ben, sen gelmez oldun, sen gelmez oldun. Değirdin kapına, konaram kuşlar. Kuşlar ceh ceh